40 qəpik ilə 2400 manat pul tutdum. Birinci dəfə. O onlayn kazino falan oynadı. Onlayn meyvələr. Hot fruit idi, nə idi? Elə oyunla da elə bütün işdən, nə bilim filan, yəni hər şeydən soydum da. Deməli, əladır da, bomba kimi oturam evdə. 40 qəpik 2400 manat düşəmsə udacaq. İndi gör 1000 manata nə udaram, hə? Hə, bunu mən 80 qəpik ilə vursaydım, 6800 manat, 4800 manat pul verdim. Yəni elə fikirlər gəldi, dedim işləməyə, yəni əziyyət çəkməyə ehtiyac yoxdur. Başladım qumar oynamağa. Başladım, elə birinci uduşum, elə yəni axırıncı uduşum da oldu. Və ondan sonra əlimə nə ki pul düşməyib, nə ki özümə maşınım var idi. Həm yaxşı hər şey almışdım da, yəni demək olar özüm üçün, yəni. Hamısını yatıstırdım kazinoya. Mən 16 yaşımda özümü hamıdan fərqli bilirdim, ağıllı bilirdim. Yəni, o vaxtlarda da çevrəmdə biraz istifadə edən insanlar var idi. Başladım mən dərman istifadə eləməyə, yüngül narkotik istifadə eləməyə 16 yaşımda başladım. Özümü tapdım onda. Sonra elə bir məclis oldu, uşaqlarla, ətrafla, azatla çıxardılar mənə ağır narkotik təklif elədilər. Mən bunu bir dəfə istifadə elədim, elə bir dəfə istifadə ilə başladım mən 7-8 il. Başladım ağır narkotik.